görürsən, mərkəzdən B-yə qədər. A-nın da radiusu budur. B A-dan böyüdür. Radius olaraq. Amma period olaraq eynidir. Bucaq sürəti tezlikdən düz asılıdır. Ona görə bucaq sürəti də nə olacaq? Eyni olacaq. Deməli, disk üzərində bu üç kəmiyyət üçü də eynidir. Period, tezlik və bucaq sürəti eynidir. Gəldik xətti sürətə. Xətti sürətə yazmışıq 2 pi r n yazmışıq da, düzdür. Deməli, xətti sürət tezlikdən necə asılıdır? Düz. Düz. Radiusdan Tərs. yenə düz. Ya. Radiusdan. İndi burada tezlik sabitdir. Baxın uşaqlar, tezlik sabit deməli tezlikdən asılı ola bilməz. Radiusdan düz asılıdır. Ona görə baxın, B-nin sürəti A-nın sürətindən nə olacaq? Böyük olacaq. Radiusuna görə. Baxın, bir dəqiqə diqqətlə baxsaq, B-nin sürəti A-nın sürətindən böyükdür. Niyə böyükdür? Çünki radiusu çox. Mərkəzi qaçma təcilində yazsan, A bərabər bu düsturdan yazsan, omega kvadrat r. Omega sabitdir da, düzdür. Onda A yerdən necə asılıdır? Düz asılıdır. Onda A yerdən düz asılıdırsa, deməli A-sı radiusu böyük olan təcil də böyük olacaq. Yenə də B-nin təcili A-nın təcilindən böyük olur. Başa düşdük bunu? Disk üzərində bu üç kəmiyyət eynidir. Sürət və deməli təcil isə fərqlidir. Bizdən yolu da soruşa bilər. İndi gəlin görək, B-nin getdiyi yol çoxdur ya A-nın getdiyi yol çoxdur? B-nin Çünki yolun sürəsidir 2pi r-dir. 2pi r olduğuna görə deməli yolun uzunluğu radiusdan asılıdır. B-nin radiusu A-nın radiusundan böyük olduğundan getdiyi yollar da fərqlidir. Deməli, fərqli olanlar nədir? Eyni zamanda getdiyi yol, təcil və xətti sürət disk üzərində fərqlidir. Amma period, tezlik, bucaq sürəti eynidir. Başa düşdük. Gəlin buna aid bir nümunəyə baxaq. Bunu silirəm. Bizə belə bir sual verir. Bax, O mərkəzidir. Burada bir deməli A nöqtəsi var. Burada da bir B nöqtəsi var. Deməli, B nöqtəsinin radiusu olsun R, A nöqtəsinin radiusu olsun R bölü 2. İndi baxın, bizə deyir ki, B nöqtəsinin periodu 4 olsa, A nöqtəsinin periodu neçə olacaq? 2. R bölü 2'dir də. Yəni Asılı deyil, uşaqlar, radius. Bax, bizi testdə ən çox çaşdıran məqamlardan biri budur.